Daxil olmuşam mənzilə doğru. Mənzili bir dənə şirin mənzil ki, gəl görəsən. Al bunu bugünkü gün, əgər kirayə məqsədindən alırsansa 450 manat üstündədir qiyməti. İçəridə də hər şey var ha. Mənzilin əsas giriş hissəsindən başladıq təqdimata. Girişdə burada sağdan hamamı və sanuzel, duş kabininə kimi yığılıb hər şey hazırdır. Səni inandırım, Kupçalı bu qiymətə belə təmirli mənzil demək olar ki, bazarda yoxdur. Burada evin yataq otağıdır. Belə bir yataq otağı var, yataq mebelləri hamısı yığılıb və yataq otağına burada gördüyünüz baxın bu pəncərəni də qoyublar ki, havalanmaq üçün. Bir otağın, iki otağa perizelka bir mənzili. Xırdalanın gözü bəbəyi kristal apşerondur. Burada bir dənə belə bir mətbəx, iki otağı elə perizelka ediblər ki, bu mənzili. Mətbəx ayrı, yataq otağı ayrı, qonaq otağı ayrıdır. Mətbəxdən də balkon hissəsinə çıxmağa yeri var. Göstər balkonu. Kombisi falan hamısı özü boşundur kombisidə. Qazı, aspiratoru, moykası, stol, stulu hər şey mövcuddur. Yeri bambuqdur. Bu da qonaq otağı. Bax belə bir qonaq otağı da var. Qəşəng səliqəli. Televizoru da bu evdə olmayan bir şey yoxdur da. Hər şey qaydasında 86.500 manata sənə konfet kimi mənzil çıxarmışam satışa. Yəni bu mənzili almalısan mütləq. Çünki nəyə görə? Bazarda bu üçün Kupçalı bu qiymətə belə bir mənzil tapmaq qeyri-mümkündür. Xalça palazına kimi hamısı var. Yəni sən çətinlik çəkməyəcəksən bu evə. Bir dənə paltarını götürdün, köçdün, yaşadın. Bax belə bir mənzildir. Qonaq otağını bir daha fırlanaq göstərək, yenidən dəhlizini göstərib çəkilişimizi yekunlaşdırırıq. Real adam gəlsin yerində, baxsın, alsın. Mərtəbə 3-cü mərtəbədir. 16 mərtəbəli binadır. 3-cü mərtəbə 2 dənə sürətli lifti, qazı, suyu, işığı, hər şey daimi. Ehtiyat su anbarı, geniş dayanacağı, yeraltı, yerüstü hər şey mövcuddur. Mətbəxə var, yəni ləzzət edir. Sağ olun, salamat qalın.